Gecə çıxmışıq başdan, səhərə yaxındır, çatırıq Şəkiyə. Şəkinin girəcəyində gördük ki, 2-3 dənə ağsaqqal kişidir, yanıb, taksi zatdır, yanıb belə. Dedi, bir dənə saxlayaq, zarafatlaşaq bunlarla. Ələkbər, Allah ömür versin, yasamallı soruşdu ki, əmi, Şəkiyə necə gedək, yazılı var, Şəki, xoş gəlmişsiniz. Kişi dedi ki, hava qapını görürsünüz, dedi ki, kesin səhəri sonra örtün. Biz istəyirik, biz zarafatlaşaq, kişi bizi saldı təkərə. Bir gündən rəhmətli bir gitara çalanımız var idi, Hikmət rəhmətli. Bu da Şəkidə oxuyan qıtlığı var. Bu da gedir Oğuz, Qəbələ, aləmi gəzir ki, toyda oxumağa adam. Şəkidə kimin gücü nədir, onu danışırlar. Amma orada buna tərifləyib, bir dənə oxuyan göndərdilər buna. Götürüb, bu da həmən oxuyanla toya gəlib, toyda bir hörmətli, izzətli adamların toyudur. Elə bir 2 mahnıdan sonra bu da gördü ki, bu inək kimi böyürür, heç oxumaqdan xəbəri yoxdur. 2 mahnıdan sonra bir dənə ana muğamatı zakaz verdilər. Bu da ana muğamatını böyürüdü, körüdü ki, ay Hikmət qardaş, nətər oxudum? Deyir ki, valla o ana muğamatını nətər oxudunsa anamla zəhləm getdi. Necəsən Həmdullah? Nə var, nə yox atam? Hacı, səndə Tərlan Peyğəmbərin şəkli yoxdur. Ya bax, varsa at qardaş var. Ana, Tərlan Peyğəmbər nədir ana? Tərlan Peyğəmbər tezə çıxır. Rəhmətliyin oğlu tezə çıxmayıb, neçin tezə çıxıb? Sən heç Peyğəmbərlə adını bilmirsən ki, 124 min dənə Peyğəmbər var. Nigeria aralarında bir Tərlan yoxdur. Sən də üzvələ salmışsan. Ya bax, sağlı, bax, varsa at. Dəlixanada bir gün 2 dəli yatırlar. Dəlinin biri baş həkimə müraciət eləyir ki, ay həkim, mən lap da ölürəm, yata bilmirəm. Yanımdakı o dəlini, o zırramanı rədd eləyin. Deyir, niyə, nə olub ki? Deyir, axşam olan kimi oradakı vedranı başına qoyub, barmağını da belə divara keçirir ki, mən gecə işığıyam, naşnikəm. Deyir, eləyir, eləsin, sən baxma da, elə uzan yat, deyir, axı gözümə işıq düşür. Bir gündə Hüseyin Bala dayı ilə Fatma xala öydə oturub şirin-şirin söhbət eləyirlər. Bunun da qapı döyülür. Hüseyin Bala deyir, Fatma, qapını açıra kim gəldi? Fatma xala da qocar vaxtı ki, qapını açır. Bir nəfər içəri girir, deyir, mənə talimat olsun. Mən Əzrailam, gəlmişəm, canoz alma. Fatma xala da qocar vaxtı qayda deyir ki, sənin adın nədir? Fatma xala, mən adım Fatmadır. Əzrail başlayır ağlamağa. Hüseyin Bala dayı deyir ki, Əzrail, necə bağlıysan? Deyirəm ki, imin adı Fatma olubdur. Daha bu arvadın canını alası olmadım deyəndə, Hüseyin Bala dayı elə bir başına daş düşür. Arvad aradan çıxdı, Əzrail'ə mən nə deyəcəm? Əzrail qaydı deyir, sənin adın nədir? Hüseyin Bala dayı da çox fikirləşəndən sonra qaydı deyir, ay Əzrail qardaş, vallah mən adım Hüseyin Baladır, amma kəhtdə hamı mənə Fatma deyib çağırır. Hüzrə gedmişdik, dostumun babası rəhmətə gedib. Mollaya zəng gəldi, nəmnəs telefon əlindən düşdü. Qayıtdı ki, ay bilət ki, orada hamı baxır. Qayıtdı ki, vələm yəlid, vələm yulət. Can qalar bizlə gülbə. Qurana and olsun deyirəm, yarımca axırda çıxdıq çöldə güldük elə. Ürəyim, haradasan? İşdən çıxmışam, evə gəlirəm. Ürəyim, gəlməyi gözləyə bilməyəcəyəm. Telefonda deyəcəm, bundan sonra evdə 3 nəfər olacaq. Nə danışırsan? Ata oluram mən. Ata nədir, nə gizləyirsən? Mamam bizə köçüb, bundan sonra bizdə yaşayacaq. Gələndə çörəyi 2 dənə al. Sənin am... Benim Şəkili Mamet zapravkada işləyir, yanacaq doldurma məntəqəsində fəhlədir. Nəsə bu zapravkanın da müdürkə ofisində oturur, o otaqda başlayıb buna fikir verməyə, görün Mamet nə işləyir, görər, bir dənə baxalı maşın 100 minlik gəldi, sağladı. O Mamet, sən burada işləyirsən, maşımız öpür, qucaqlı. Polunu bax, bu geyir, Lexus geyir, o gəl, BMW gəl. Müdürdür da işləni deyir, adi bir dənə fəhlən, hörmətinə bax, mən bunu öyrənəcəm, gəl deyir, Mamet, bayaqdan da sana fikir verirəm. Sən əblə hörmətin var, bu nədir, maşallah? Deyir, nə danışsan, ay müdür, mən Roma papasla tanıyır. Deyir, Mamet, mən tərs adamam, geyək görüm sən ki, hardan tanıyır Roma papası? Deyir, inanmırsan, geyək da 2 dənə bilet uçurlar bunlar Romaya. Görsə gəlirlər o meydana, görürlər Roma papası çıxıb, İtalyanlar, millət yığılsa, bu da əllərin zadla. Deyir, bu da dayan, mən oradan gəlim, sana əl eləyəcəm. Deyir, oldu ki, yaxınlaşır Roma papasına, telefon içərlər zada, Mamet, xoş gəldin, sabah gəlmişsən, bazan bir xəbər eləyəm, yuxur, çıxır, yuxarı Roma papasından yanında görüşür.
Yanında dayanıb Roma pasını başlayıb belə əl eləmə. Müdirə baxır. Müdir də həblə görüb, ürəyi ki, yıxılır düşür. Tez yürürlər bunu qalx suyu ilə zaddan ayıldırlar. Ya nə oldu? Müdir, o düzmüsən də da. Nə ürəyin ki, yıxırsan? Deyirək, vallah Mamet, o zapravka səndir, mən uduzdum. Amma mən ürəyim deyib yıxılmağımın səbəbi var. Sən o Roma papasının yanına nə bilə, mənə baxıb əl eləyəndə, bu da 5-10 dənə İtalyanını bilsən, nə dedi? Qayıb dedilər ki, o şəkili Mametdir, onu tanıdıq. O böyründəsi kimdir? Şəki bazarında iki qız bir-biri ilə rastlaşır. Qızın biri o birinə deyir, eşitmişəm ərə getdinsən, deyir, hə, kimə? Deyir, filan kəsə. Deyir, az o nə sifatdadır, nə oxşayır, o nədir, o nərə getmişsən, nə zibildir, o nərə getmə. Deyir, laf yaxşıdır, atam öyündə o da yox idi. Azərbaycanda növbəti gül bayramı keçiriləcək. İqtisadçıların hesablamasına görə bu bayrama hər il bir gündə 12 milyondan çox dövlət vəsaiti xərclənir. Sizin bu vəsaitin xərclənməsinə münasibətiniz necədir? Bunu necə qiymətləndirirsiniz? Mən bunu qəşəng qiymətləndirirəm. Bu gül bayramı bizim cənab prezident yaxşı deyibdi, bunu iştirak edin, belə gün bayramı. Hər yerdə də bunda şey eləmək, hamı eləməlidir. Bunu keçitməlidir. Bu qəşəng şeydir. Mən həvəslənirəm ona görə. Mən onu özüm də evdə keçirdirəm. Hansı formada keçirdirirsiniz məsələn? Belə ailəmizi yığırıq, güllər alırıq, sonrasına qoyuruq. Allah verəndən pişiririk, yeyirik, təbrik də eləyirik bu bayramı. Deməli, Məsmə adında bir qadın 5 dəfə ailə qurandan sonra 5-ci ərindən də boşanıb, təzədən 1-ci əri ilə yaşayır. Bundan xəbər tutan 3-cü ərinin arvadı yığır 2-ci ərinin arvadına ki, xəbərim var, Məsmə deyəsən 2-ci qrup gəldi, sən öl, ehtiyatlı ol. Unibank'tan Sonya'da sizinle danışan. Kimdir? Unibank'tandır. Ha, bəli, buyurun. Mehmet Aliyev Xəyal Rəmzoğlu tanıyırsınız? Rəhmətə çəkdik xanımı. Necə yəni? Nə vaxt rəhmətə getdi? Nə vaxt rəhmətə getdi? 10-13 gün olar, abla. Biz özünlə ayın 13'ü danışmışıq. Necə 12 gün olur? Harca 10-13 gün arası abladır. 13'ü özünlə danışmışıq Xəyal bəyin. Ola bilməz. Necə ola bilməz? Özünlə danışılıb bəli. Ya, ola bilməz, vallahi. Nə olur Xəyal bəyin? Belə uzaqdan qonumdur olma, amma deyim yaşımda özümü işləş eləmişəm mən onu. Bəs niyə səhv məlumat verirsiniz ki, rəhmətə gedibdir? Nə tərə? Niyə banka səhv məlumat verirsiniz deyil ki, Xəyal bəy rəhmətə gedib? Deyirəm, rəhmətə çəkdi da. Özünlə danışmışıq deyil Xəyal bəy. Danışmışsan özün zəhv olma, nə zəhv olsan bəs? Əlaqəniz yoxdur özündən? Hey, deyirəm, öyle tutuysan əlaqən. Masalda bir dənə molla dostumuz var. Danışır, deyir ki, kətdə üzrüdəyəm. Kətdə bir dənə qaqaş var. Deməli, 2 ildir gedib Bakıda işləyib gəlib, ateist olub. Gəlib, indi məclisdə bu mollaya deyir ki, bu da Yasini qurtardım elə, Ər-Rəhmanı dedim. Gəlib deyir ki, nə baş-başa oxuyursa, bəyəm eliyə gedib çatır o, cəmatı aldadırsınız. Bir dedim, sənin atın, özün deyirsən, yaxşı oğlansan. Sənin o görübəcür atın bir köpüklü kişidirdi. Onun belə lişni görünə söydüm. Bu bozor deyər, sən mənim atama deyirsən, sən mənim atama deyirsən. Dedim, dədə, əgər mən bu oxuduğum o ölüyə gedib çatırsa, o söyüş də çatır. Bu çatmırsa, o da çatmır. Niyə üzülürsən? Deyirsən, məntiqin nə? O çatmır. Çatmırsa, gəlin də çatmır. Özün niyə çırırsan? Qaqaş düşüb də gəl. Günlərin bir günü kürəkənə zəng gəl. Ay kürəkən, durma gəl. Qaynananı yanır. Ya nə danışsan? Deyirək, valla. Gəlir gör, hər gecə alıb, tutdu, yanır, cama töküldü, biri Karadenli çıxardır, biri divan çıxardır, biri televizor, o birisi kreslo. Bu da özünü atır alovun içinə, boş girir, boş çıxır, boş girir, boş çıxır, cama deyər, nə? Əcən nə qocana, alovun içinə elə boş girib, boş çıxırsan, deyirək, dəyənin görən qaynana içərdə qaldı. Deyirək, qaynana içərdə qaldı, çıxır da. Deyirək, nə danışsan, boyzu köyürəm ki, yaxşı qızarsın. Bir dənə kişi Moskvaya getmək üçün bir dənə qatara bilet alır. Girir görür ki, vaqon presli, bir dənə boş kupe, bir dənə boş yeri yoxdur. Nə varsın, neynəsin, yaxın məsafədə deyil, 3-4 gün yol gedəcək. Qayıdır yalandan özündən taktik uydurur ki,
Başlayır qatarın içində o tərəfə bu tərəfə gedib gəlmək ki, tapacam səni, tutacam səni, xeyri yox deyil, hara gedəsən, buralardasan zat. Axırda kupələrin birindən bir nəfər tutacaq, qardaş, sən bəlkə bir 10 dəfə vaqonu gedib gəlmirsən, elə deyirsən, tapacam, tutacam, sən nə itirmirsən, nə axtarırsan, deyirəm, bəlkə sənə kömək elədik, deyəndə qayda ki, qardaş, bəs torbada kobra aparırdım, pay aparırdım. Kobra açıldı elə, buralarda axtarıram, onu səhərdən tapamıram. Deyəndə vaqon bir dəqiqənin içində boşalır, bir innicinli qalmır vaqonda. Kişi gedir, uzanır rahat kupələrin birine deyir, nə yaxşı ağlıma gəldi bu taktika. Nəsə yatır, səhər açılır, provodnik qapıları açır belə kupələrin. Bunun kupesinin qapısına səndə qayda ki, qardaş, bəs çox var, Moskvaya çatmırıq. Dünəndə provodnik deyir, nə Moskva? Dünən hansısa axmağın biri vaqonda kobra açıb buraxıb. Hə, vaqonu açıblar, qalmışıq burada. Qatar gedibdir. Alo. Salam aleyküm. Salam kardeş, salam. Taksi sipariş vermişti ama oldu. Hansı tərəfdə? Burada bazar store var, Qala bazar store. Bəli. Hə, düz onunla üzbəyiz görmüşəm burada. O plakatın yanında. Plakat yanında ki... Görürsən məni, görürsən məni. Sən bir dənə sağa bax, sağa bax, sağa bax. Sən öz sağına, Sağa. Görürsən məni. Ya ve avaran neyin yanında görüm de. Hansı maşın? Mən piyadayım, yanmışam. Piyada koşu, al gider. Maşın buradadır. Maşın buradadır. Birinci böyle değiştirəm, yavaş Bir gün bir dənə evə oğru girir. Oğru girir ki, evdə kişi ilə arvad tez silahı çıxardır, dirir arvadın başına. Kişinin üstünə qışqırır ki, davay, evdə nə qədər qızıl əşyaları, pul, para var, hamısını gətir bura, yoxsa bir dəqiqə bu arvadı gəbərdəcəm. Deyəndə kişi başlayır yalvar ki, oğlu qardaş, qurban olumsa, bəs arvada dəymə, evdə nə var, nə yox, götür, get sənə qurbandır, arvadla işin yoxdur, arvadı burax. Deyəndə oğru gülür, deyir, deyəsən arvadı bu qədər çox istəyirsən. Deyəndə kişi deyir, yox, başıva dömsən, mənim arvadım birazdan gələcək. Bu qonşunun arvadı, ona görə deyirəm. Bir şey eləyəsən, düşəcək zibilə. Günlərin bir günü uşaq hər gün məktəbdə nadinçlik eləyir, çox danışır, dərsi pozur. Müəllimə götürüb gündəliyinin arxasına yazır ki, hörmətli valideyn, xəbəriniz olsun ki, sizin Əhməd balanız dərsi pozur, dərsdə çox danışır. Atası qələm götürüb yazır ki, ey müəllimə, sən hələ bunu evdə anasını görməmsən. Bir gün Afik Balabəy adında 2 dost minir avtobusa. Afik qayıdır ki, Balabəy mərcə duraq, sən o şoferə gedib şapalaq vursan, sənə 100 dollar verəcəm, vuranmasan 100 dolları alacam. Balabəy deyir, problem yoxdur. Nəsə gedir, yaxınlaşır şoferə bir dənə şapalaq vurur, qayıdır ki, Eyvaz, nətərsən? Şofer üçün deyir, Eyvaz kimdir, nə qayırsan ha? Deyir, bağışda qardaş, səni Eyvaz adında bir dostumuz var, onu oxşatdım. Gəlir nəysə, Afikdən 100 dollarını alır. Afik deyir ki, bu dəqiqədə geyib şapalaq vursan, sənə 200 dollar verəcəm. Gəlir yenə şapalağı qoyur, deyir, Eyvaz, tonla çörək kəsmişik. Niyə özür gizlərsən? Şofer deyir, qardaş, sən kim, nə qayırsan, neysən? Eyvaz deyiləm də, bəyək sənə demədim. Deyir, qardaş, bağışda sən Allah, yaman oxşuyursan ona. Gəlir Afikdən yenə 200 dollarını alır, oturur, Afik təmiz dilxor olur. Qayıdır ki, Balabəy, bu dəfə də gedib həmən şoferə bir dənə də şapalaq vurabilsən, sənə 500 dollar verəcəm. Balabəy deyir, problem yoxdur. Durur, gəlir şoferə tərəf, çata-çatda şofer orta güzgüdən görür, sönür dala deyir, qardaş, mənəm, Eyvazam, mənəm. Deyəndə Balabəy bir dənə şapalaq qoyur şoferə, deyir, yekə oğlan sənə, Eyvaz sən denən Eyvazam da, nə məni get-gələ salmışsan bu avtobusun ortasında. Sərin bir günü gəlin yığır öz qaynanasına, deyir ki, ay qaynana, bəs səni yuxuda görmüşəm. Deyir, Cambala, nətər görübsən? Deyir, gördüm ki, ay qaynana, səni Kamaz vurub. Deyir, bir İraq olsun, nətər oldu bə? Deyir, səni Kamaz vurub. O üçün səni götdük, apardıq, yuduq elədik, kəfənlədik, apardıq bastırmağa. Deyir, Cambala, can. Deyir, ay qaynana, səni elə təzə bastırmışdıq. Molla duanı oxuyub qutarmışdı ki, gördük qəbirdən o üçün şıq saçır. Deyir, Cambala, gör mən nə qədər uzun nurlu adamam ki, qəbirim sırazı şıqlanıb. Deyir, yoxa danına qulaq as. Deyir, molla da özü təəccübləndi ki, bu nətər olur, qəbirdən şıq saçır, nurlu adam da bu. Deyir, qəbri belə açdıq, bir də gördük ki, Kamazın farası qalıb Bəzən bu hallar usandırır məni, düzələr deyir. 3 dənə qız Cavan xanım rəhmətə gedir. Gəlirlər sorğu-sual yerinə. Mələk gəlir, soruşur bunlardan ki, dəftər açır, soruşur ki, siz nətər yaşamısınız o bir dünyada, necə qızlar olmusunuz? Biri baxır, deyir ki, bəs mən
Bacardığım qədər düz yaşamağa çalışmışam, bacardığım qədər yaxşı işlər görməyə, haramdan, pis yoldan uzaq olmağa çalışmışam. Nə ailə qurana qədər, nə ailə qurandan sonra ailəmi, ərimi aldatmamışam. Yəni belə də özümdən razıyam, Allah'a şükür. Mələk açır, baxır, görər, düz deyir. Deyir ki, bu köməkçinə, buna qızıl otağın açarını verin, qoyun geçsin. Nəysə bu gedir, soruşur sonra ikinciden ki, sən nətər yaşamısan? İkinci də deyir ki, ola nə yalan deyimi? Ərə gələnə qədər düzgün yaşamışam, ərə gələndən sonra elə də, yəni yüngül sapıtmalarım olub. Mələk heç nə demir, sonra deyir ki, buna da gümüş otağın açarını verin, qoyun geçsin. Sonra üçüncüyə deyir ki, sən nətər yaşamısan? Bilir də, nə var, nə yox. Üçüncüyə baxır, üçüncü deyir ki, nə yalan deyim, mən ərə gələnə qədər də, ərə gələndən də sonra kef eləmişəm də, yəni istədiyim adamla oturub durmuşam, istədiyim şeyi yeyib içmişəm. Yəni də mələk boylanır ora bura, görür heç kim yoxdur, çönür köməksən ki, buna da mənim otağımın açarını verin. Deməli, Akif adında bir nəfər gəlir, gecəni oteldə qalır, səhər hesabı ödəməyə düşür, bunun qabağına kağız qoyurlar, 300 manat, yazırlar ki, OP, HP və SP. Hərəsi 100 deyir. Bunlar nədir belə? Deyir OP otaq pulu, HP hamam pulu. Deyir mən hamamdan istifadə eləməmişəm axı. Deyir səhərə qədər hamam yanırdı. İstifadə eləyərdin. Reseption deyir mənə. Deyir yaxşı bu SP nədir? Deyir SP sauna pulu. Deyir mən saunaya da girməmişəm axı. Deyir səhərə qədər açıq idi, girərdim. Deyir elə deyirəm. Deyir kağızı ruskan ver bura. Verir çevirir kağızı ruskanı arxaya. Yazır ki A M P bərabərdir 300, qol çəkir, deyir mən sizlə Raşot. Resepsiyon baxır, deyir necə yəni Raşot, bu nədir belə? AMP nədir? Deyir Akifi minmək pulu 300 manat edir. Deyir axı biz sizi minməmişik, deyir səhərə qədər otaqdaydım, gəlib minərdiniz də. Aga 015'in benzini çox yeməyi nədən olar? Kulşitrin orta paçenli kafeydə, onu da bir yoxlamaq lazım deyəydi. Ya da onun dal qranatlarına baxmaq lazımdır. Arxa sol tərəf təkərin pozduğuna da baxmandan ola bilər. Dal qazandığını diagnostikaya saldırsın, ondan sonra dəqiq biləcək. Qaqa, o kardandandır, kardandan. Kardan gedir, dala bağlanır, bax həmən o şeydəndir, o kimdə dəyişmədən kardandandır. Aniyəməddin, mən onu Söyün ustadan soruşdum. Deyir onun bir dənə deyir, problem o şeydədir, o zadinin lambuşkasınca deyir, dəyişin. Всё. Yəni bir dənə ondan ola bilər, o benzin çox yeməyə, başqa heç nə. Orada başqa bir rol oynayan bir şey yoxdur. Vaygona denən ruşnonu trosunu biraz sıxdırsın. Arvad nədir? Arvad nədir? Arvad özün də bilmədən 7-3'lü zəhr eləyən. Danışmağa ömür boyu bəhanəsi olan. Bax bu 25 ildir qoruduğun saçı bir gecə ağardan. Onu keçərləşdirən məxluqa arvad deyilir. Sən bilmirsən arvad nədir qardaş? Subaysan? Sən yarimin qasidisən, əyləş sənə çay demişəm. Qardaş çay sıdı 40 manat ya. Mən demişəm? Həri. Pox demişəm. Dur. Sən həmişə belə deyirsən, 40 manatı çay olaydı, manatı. Sağ ol.